Sabahınız xeyir, değerli tamaşaçılar. Yeniden karşınızdayıq. Hələ bu arasıdır, artıq ikinci həftə görüşünüzə gəlir. Və Xəzər Mebeli salonunun baş sponsorluğu verilişimizi davam edəcək. Həsən bəy Zərdabi prospekti 593-cü məhəllədə yerləşir, 3 etaj binasının altında. Baxın, studiyamıza yeni mebellər göndəribdir Xəzər Mebelevi. Yəqin ki, bəyənəcəksiniz. Əgər bu mebeli bəyənsəniz və daha başqa mebellər seçmək istəsəniz, Xəzər Mebelevinə buyura bilərsiniz və oradan özünüz üçün yeni mebel dəstəri sifariş edə bilərsiniz və öz evinizə oxşayan mebellər bəyənə bilərsiniz. Nari, xoş gördük, necəsən? Qoy yaxın gəlin, mikrofonu yoxdur. Pələngin bədənini mən geymişəm, başını sən geymişsən. Yaxşıdır. Maraqlı mövzumuz olacaq, çox maraqlı. Əslində, son illər hər bir formada müzakirə olunur bu mövzu. Cəmiyyətdə kimlərisə narahat edir, kimlərisə ürəyincədir, kimlərisə bunun əksinə gedir və yaxud da tam tərəfdarlarıdırlar. Toy və yas mərasimləri müzakirə edəcəyik və çox maraqlı qonaqları dəvət eləmişəm. Qonaqlar hər tərəfli bu mövzunu çözməyə, bu mövzunu müzakirə edib də nəticə çıxartmağa çalışacaq qonaqlarla birlikdə. Amma ilk olaraq musiqili qonağı dəvət edəcəm. Çox sevdiyim bir xanımdır, gözəl bir anadır, çox gözəl bir, həm də çox cavan bir nənədir. Əməkdar artist Firuzə xanım İbadovanı bura dəvət edirəm, gəlsin bizlə birlikdə, sabahımıza xeyir desin. Xoş gəlmişsiniz, bir dəqiqə, mən bu məqamları unuduram hərdən. Buyurun mikrofonu. Tamaşaçılarımızı salamlayın, sabahınız xeyir olsun deyin. Sabahınız xeyir olsun və sizin sabahınız xeyir olsun. Bizi bax, gözəllikləri, kamermanlarımızı salamlayıram. Pult arxasında olanları, ümumiyyətlə bizi izləyənləri öpürük, bağrımıza basırıq və sizi təbrik edirəm. Çox sevindi. İnanın ki, bütün elə bir musiqiçi ordusu var ki, dostlarımız bilirsiniz, sizi nə qədər çox sevirlər. Siz çox işgüzar bir xanımsınız. Burada da siz öndəsiz. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun Firuzə xanım, təşəkkür edirəm. Mahnımızı ifa eləsin, sonra qonaqlarımızı dəvət edəcəyik. Gün güdək, gözləyir buna ürək, uyma mənim qalım tək, gözləyirəm yollar. Ömür güdək, gün güdək, gözləyir buna ürək, uyma mənim qalım tək, gözləyirəm yollar. Xəyallar dumanında, fikrimin hər anında, fikrimin hər anında, gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu. Yollar tükenen değil, ötse aylar keçseyir, gözlerim bile değil, gözləyirəm yollar. Yollar tükenen değil, ötse aylar keçseyir, gözlerim bile değil, gözləyirəm yollar. Xəyallar dumanında, fikrimin hər anında, fikrimin hər anında, gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu, gözləyirəm yolunu.
Sağ olun, teşekkür ederim. Çox gözəl mahnı idi. Səhər-səhər çox əhval-ruhiyyəmizi qaldırdınız. Çox Nailə pozitiv. Mirməmmədovun də musiqisi, sizlər də Dilarə şahidin. Ay nə gözəl. Nailə xanım buradan salamlayırıq. Dilarə xanım da həmçinin. Buyurun, qəşək-qəşək əyləşin. Ay, nə Mahnı gözəldir oxudunuz. bura. Biraz dincinizi alın. Biraz belə səhər-səhər tərpəndik, özümüzə gəldik. Yuxu plan var idi. çox Düzdür, bizdən sevirəm. qabaq Əkbər səhəri açıbdı, amma indi biz də davam edirik. Amma bir balaca nəsə var isə hamısını atdıq. Əla, super. Təşəkkür edirəm Firuzə xanım, çox Çox gözəl sağ olun, ifadə. mən gözəlim. Bir şey unutmuşam dünənlərim. Çox gözəl bir jurnalist dostumuzun toyu olubdu sırağa gün, 2 gün öncə. Yalçın Süleymanov, APA İnformasiya Agentliyinin əməkdaşı, Lenta saytının yazarı. Buradan birinci gün efirim yox idi, Yalçın üzürlü hesab elə. Dünənlərdə ilk həftənin ilk günü idi mənim üçün, efir günü idi. Həyəcandan unutdum, üzürlü say. Bu günləri unutmadım. Bax, qeyd edirəm. Allah səni xoşbəxt eləsin. O Lamiyə xanımla birlikdə Amin. təbrik edirəm. Yalçın, Bəli, tanıyırsınız da? mən də dəvətli idim. İnanın ki, onlar mənim balamın, övladımın dostlarıdır və mən buradan onu təbrik edirəm. Həmin gün elə bir tədbirdə idik ki, ona görə mən də çox üzürlü hesab eləsin məni Yalçın. Yalçın elə uşaqdır ki, Öpürəm heç onu. inanmıram ki, incisin. Allah səni xoşbəxt eləsin. Yeri gəlmişkən söhbət toydan düşübsə, elə toy və yas mərasimlərini müzakirə edəcəyik. Allah evinizdən yası təki uzaq eləsin, amma toy söhbəti açıldısa davam edəcəyik. Bura çox dəyərli qonaqları dəvət edəcəm. Həmkarımdır. Çox gözəl xanımdır. Son gündə bir-birimizə bəhsə durmuşuq. Kim daha çox kilo atacaq? Bir-birimizi görəndə deyirik, mən səndən çox arıqlamışam. O mənə deyir, yox, mən səndən çox arıqlamışam. Həm də çox gözəl tədbirlərin, şənliklərin, müəyyən korporativ məclislərin təşkilatçısı kimi hamını çox gözəl tanıyır. İllərin həm jurnalist, həm prodüser xanımız Sayğı Cahid gəlsin bura. Tamaşaçılar baxsınlar, görüm hansımız daha çox kilo atmışıq. Dayan, mikrofon verin. Bir ürəklə mən. Ürəklə demək istəyirəm də ki, 27 kilo mən dayanmışam hələ. Elə 27 də məndədir. Amma mən davam edirəm, sən də davam elə. İnşallah. Biraz müddət sonra yenə davam. Keç otur, davam edim qonaqlarımı dəvət eləməyə. Çox gözəl, dəyərli fikirlərini Facebookda falan, sosial şəbəkələrdə oxuyuram, izləyirəm. Facebook sosial şəbəkəsində adı bir başqa cür gedir, amma dəyərli bir qonağım var, ilahiyyatçı Oktay Quliyev. Dəvət edirəm bura, gəlsin, bizə qoşulsun, müzakirələrimizə qoşulsun. Xoş gördünüz, xoş gəlmişsiniz. Keçin, əyləşin. Başqa qonaqlarım da olacaq, amma hələ ki onlar deyəsən gecikirlər. Gələnə qədər biraz qonaqlarımla müzakirə edək. Necə gəldin? Əla. Yaxşısanmı? Super. Həmkarımdır da, ona ürəklə sallar, Hə, yadımdadır, xatırlayıram. Sayqa xanımın toyunu biz eləmişik Tərənə xanım. Qar çoğun, göz-gözü görmürdü, maşınlar işləmirdi. Təsəvvür eləyin ki, piyada Sayqa xanımın toyunu gedib Yəni yola gəlin vermişik. paltarımda metroya girirdim. Nədən? Çünki maşın Qazan dibi işləmirdi. yemişdin, Özdə yadımdadır Cavanşir müəllimin maşını, gəlin maşını olmalı Bəli. idi. Elə oldu ki, maşın dedi ki, belə öləsən bir adım tərpənə bilmərəm, dondu qaldı Boynu valda yerində. qazan dibi yemişdin. Ha? Nəyi var ya? Ay canım gözüm, çox işləyirik, evə gec gəlirik, doğrudurmu? Məcbur oluq nə, ya qazanda nə varsa bir balaca yeməyə, ya da ki tavada tez qızdırıb yeməyə. Hətta mənim bir tavam vardı, hər zaman deyirlər ki, bu sayqa gedəndə özündən cehiz apararsan. Çünki Tahir qazadı görmürdüm Əslində zarafat ardımda. edirəm, hamısı o belə deyimlərdir, amma zarafatca yanaşdım. Neçə il bundan öncə oldu toy? 97-də. 97. Ay maşallah, xeyli keçibdi. Təmtaraqlı toy idi, deyil mi? Çox gözəl bir toy idi. Çox gözəl bizim sənət nümayəndələri var idi, jurnalistlərimiz, musiqiçilər. Çünki Sayqa xanımı biz hamımı çox sevirik, necə ki Tərənə xanımı. Siz ikiniz də çox zəhmətkeş, çox sözündə bütöv. Mən belə gördüm sizi, Çox siz sağ olun. xanımları. Təşəkkür edirik, çox sağ olun. Ümumilikdə hamımız müzakirə edəcək bu mövzuları, başqa qonaqlarım da gələcək, onlar da bizə qoşulacaqlar. Elçiliklə başlayıb toya qədər gələn mərasimlər çox böyük xərc tələb eləyir və sonda deyirlər israfçılıqdır, çox böyük xərc apardı, filan, falan. Yəni nə dərəcədə toy mərasimlərinin yəni bu qədər xərc aparmağına ehtiyac var?
Yəni mikrofon bizdə azdır, 2 dənə mikrofondur. Siz cavab verin, sonra Mən zəhmət Oqtay müəllimə verəsiniz, cavab mən versiniz. başlayım bunu deməyə. Çünki belədir ki, son neçə illərdir məhz toy mərasimlərinin təşkil olunması, ssenari formasında hazırlanması, yəni biraz o bir balaca belə deyək də səliqəli formada. Yəni indi nə olacaq, kim nə istəyir eləsin deyil də. Bu formada məsələn mən həddindən artıq çox çalışıram deyənə mən bir şey qeyd edeyim ki, israfçılıq deyəndə israfçılıq olur. Bu mütləq də olur. Amma olmamalıdır. Yəni bilirsiniz necədir? Bu iki gəncin Həyatlarında bir ailə dəfə həyatı olan qurmağı üçün bir izdivacıdır və hər kəs də dəvət edilir ki, bu günləri biz ailə həyatı qururuq, yeni həyata başlayırıq. Bunu təbrik eləmək məsələsidir. Amma tək bunu təbrik eləmək üçün ata-ana, valideyn, əsasən də indi gəlin etiraf eləyək də bu günləri valideynlərin əksəriyyəti tənha analardır. Onlar nə qədər əziyyət çəkir? Həddindən artıq əziyyət çəkirlər. Çünki başqasından geri qalmamaq lazımdır, eyni ayaqlaşmaq lazımdır, eyni zamanda da büdcəyə uyğunlaşdırmaq lazımdır. Və bu günlərdə Allah'ın min şükür, Bakıda şadlıq evindən çox şadlıq evi yoxdur. Maşallah. Amma heç Günü birinin gündən də də artıq. qiyməti aşağı deyil. Çünki hamısı keyfiyyət, kəmiyyət məsələləri var. Bax bu var. Əlbəttə ki, həddindən artıq. Siz danışın, sonra mən davam edəcəm. Dərd dolu, dərdim. Müğənnilərə də Hə, ürəyim toy doludur. olsun, bol olsun, yaxşı olsun. Amma fikrinizi deyin. Sonra Bilirsiniz nəyə görə bu belədir? Digər, biz, siz də elə, hamımız, biz dünyaya çıxış edəndə, xarici dövlətlərdə görürük elə, stolun üstündə nə var? Bir çox zəngin insanların toyuna getmişik xaricdə. Elə su, pendir, zeytun, tərəvəz. deməzdim, biz Başqa hələ elə ət toylara hazır məhsulları deyilik. bizim kimi. Bilirsiniz, onlar elə tərbiyə alıb böyüyüblər. Bu nədən irəli gəlir? Bizim Azərbaycan xalqı, Azərbaycan milləti. Biz həmişə evimizdə ən kasıb insan, o vaxtı deyirdik, əl əti, dükandan ət almırıq. Biz belə görmüşük axı, hər şeyin yaxşısı, o deyir ki, mən eləyəcəm, mən övladımın toyunda arzukamdır. Belə olsun, belə olsun, belə olsun. Və deyirlər, bunları biraz yığışdıraq, bunları biraz azaldaq. Mənə elə gəlir ki, bizdə bu heç vaxt alınmayacaq. Çünki biz beləyik. Dünən bu sahənin bir mütəxəssislə xeyli uzun-uzadı söhbət eləmişəm. Birazdan hətta xahiş eləmişəm, telefon bağlantısı da yaradacaq onunla. Əslində çözümünü tapıb. Amma inanmıram ki, yəni razılaşsın da, yəni toy mərasimi edən insanlar, yəni illərlə həyatlarında bir dəfə olan gözlədikləri o gözəl günü razılaşsın. Azərbaycanda bu israfçılığın qarşısı o zaman alınar ki, əslində məndən xahiş elədi, efirə deməyim, toy məclisi cəmi 2 saat davam eləsin. Həqiqətən də gələndə o, bilirsiniz necə, yəni bir dəfə bunu efirdə yadımda deyil, kimin fikri idi, yəni eşitmişdim, dedilər, yəni bizim mədəmizin birbaşa, yəni düşmənidir toy məclisləri, yemək, 16 gün salat, 13 gün. Yox, mən istədiyim nəyə görə? Çünki insan mədəsi örgəşib, orqanizm örgəşib ki, məsələn, toyuq məhsullarından nəysə hazırlansın və yaxud da ki, mal ətinə və yaxud da qoyun ətinə. Siz təsəvvür edin ki, salatlar da qarışıqdır, biz bu yeməkləri ətlər də qarışıqdır. 5 dəqiqəlik saxlayaq, reklamlara keçək, reklamlardan sonra qayıdacaq, müzakirəmizə davam edəcək. Reklamlar. Xəzər Mebel evinin baş sponsorluğu hələ bu harasıdır, davam edir. Reklamlardan geri qayıtdıq. Daha bir dəyərli qonağım olacaq. Jurnalist Əfruzə xanım Ağayeva, Mövqaz saytının jurnalisti. Bura dəvət edirəm, gəlsin. Müzakirəmizə qoşulsun. Mikrofon, sayqıqam olayı zəhmət olmasın. Buyur, xoş gəldin sən. Dəvətimi də qəbul edib getməyə əlimə görə təşəkkür edirəm. Çox sağ ol. Harada rahatdır, keç əyləş. Çox sağ ol. Dəyməz, xoş gəlmisən. Salamla qonaqlarımızı. Biraz gecikən qonaqlardan oldun da. İndi qoşularsan mövzumuza. Mövzuda xəbərin var? Xəbərim var. Salam. Salamlayıram hər kəsi, qonaqlarımızı da, bizi izləyən hər kəsi də salamlayıram. Maraqlı sərt qələmi var. İzləyirəm, oxuyuram. Ona görə fikirləri mənim üçün çox maraqlı idi. Mövzumuz toy və yas mərasimləridir. Yəni son zamanlar yəni toyun ayrıca müzakirəsi var, yasın ayrıca əslində. Amma əsas məqsədimiz təbii ki, maarifləndirici yönə istiqamətləndirməkdir. İstəyirik ki, yəni həqiqətən tamaşaçılar baxsınlar, bir nəticəyə gələk, ortaq bir çözüm tapaq. Yəni bu israfçılığa dəyərmi? Bu qədər xərc çəkməyə, istər yəni
xoş gündə, şad gündə, istər yas mərasimi olanda bu qədər xərc tökmək, israfçılıq etməyə dəyərmi səncə? Bir jurnalist kimi sənin mövqeyi bilək. Bayaqdan Oqtay müəllim fikirlərini gözləyirəm. İndi xanım da Oqtay müəllim üzrlü sayın. Qoy cavab versin, sonra sizə keçəcəyik. Deməli, həm yas mərasimində, həm toy mərasimində insanların bu qədər xərc tökməyi məncə çox mənasız bir şeydir, həqiqətən də. Amma hamımız bunu deyirik. Hamımızın da xeyir işi olanda o xərci tökürük Heç də eynisi ilə. qonşudan geri qalmağı Bəli, düşünmürük. heç kim geri qalmaq niyyətində olmur. Ancaq qənaət olsa, müəyyən o məsələn 5 cür salat verirlərsə, 8 cür salat verirlərsə, onun əvəzinə 3 salat versinlər, amma daha keyfiyyətli versinlər. Mən toyu yenə də qəbul eləyə bilirəm hardasa ki, toylarda müəyyən qədər ola bilər. Ancaq yas mərasimində meyvələrdən ananas, nə bilim banan, mən dəhşətə gəlirəm ki, həqiqətən də bunlar ölünün ölməsinə mi sevinirlər və yaxud da nəyə görə bu qədər xərc tökürlər ki, o ilə ölü mü dala qayıdacaq? Ümumiyyətlə bu dində də mən bilən qədər İndi çox o tərəflərini keçəcəyik, üzrlü say, yəni fikrimi tam başa düşdüm. Oqtay müəllim toxunsun məqamlara. Həqiqətən də yəni xeyir, şər qardaşdır deyirlər. Yəni hər bir halda artıq Azərbaycan millətinin qanındadır. Bunu belə təmtəraqlı, heç kimdən geri qalmamaq üçün, ayaqlaşmaq üçün, yəni yüksək səviyyədə təşkil eləmək. Amma sizin yəni həqiqətən də dini baxımdan yanaşmanız çox maraqlıdır bizə. Demək olar ki, insanların əksəriyyəti bu məsələlərdən daha. Yəni, çox deyil ki, indi gündəmə gətirilir. Amma bir şey də olunur ki, bəzi qurumlar, hətta məsələn, Qafqaz Müsəlmanlar İdarəsi 2011-ci ildə bu məsələni gündəmə gətirmişdir, yəni bəyanat verilmişdir. Hətta cümə axşamları filanları yəni edilməsinə qadağa qoyulmuşdu filan, yəni belə bir şeylər yadımdadır. Əslində, həmin gündən bu məsələdə də qabardılmalı, üstündə qanunmalıydı. Digər qurumlar tərəfindən də. Amma bugün çox gözəl halbuki ki, bu məsələ artıq qabardılır, istər mediada olsun, istər dövlət qurumları tərəfindən olsun, çox gözəl bir məsələ oldu. Bilirsiniz necədir, biz toylarla, əgər toylardan israfçılığın yığışdırılması üçün nəsə bir şey etsək, bu məncə alınmır, yəni alınan iş deyil. Çünki toy belədir ki, İnsanlar əvvəlcədən hazırlaşırlar və əlbəttə ictimai qınaq deməyək, bəzilərinin dedikodusundan qorxurlar və süfrələrini zənginləşdirmək istəyirlər, müxtəlif. Bəli, bəli. Məsələn, burada artıq təkcə süfrədən söhbət etmir. Burada ümumiyyətlə Ayaqlaşmağa çalışırlar, hamı bir-biri ilə, yəni geri qalmamağa çalışırlar. gedib söz edəcəklər ki, filan kəs süfrəsini zəif edədir və toydan boş götürür. Müxbirimiz tam bu mövzuda süjet hazırlayıbdır. Yəni sözünüzü bir balaca yarımçıq qoyacağım çünki geriyə dönəcək. Azad Mirzənin süjetinə baxaq, tam bu mövzuyla əlaqəli bir gözəl süjet hazırlayıb izləyək, sonra qayıdaq studiyamıza. İllərin süzgəcindən keçib qədim adət-ənənələrimizdən bugünə qədər gəlib çatanı da var, yaddan çıxanı da. Unudulmayanlar arasında ən məşhur isə toy və yas mərasimləridir. Niyə görə məşhur? Çünki hazırda bu məclislərin söz-söhbəti gündəmi tam zəbt edir. Bəs görəsən səbəb nədir? Başlayaq toylardan. Ömürdə bir dəfə yaşamaq istədiyimiz bu günü tam fərqli, hətta nağıllarda olduğu kimi görmək istəmək arzumuz başa düşüləndir. Ancaq bu arzuları reallaşdırmaq heç də hamının cibinə uyğun gəlmir. Bank kreditlərinə üz tutan, sələmlə pul götürən və sonda toyda pul yığılmadı, ziyana düşdüm deyə ahvay eləyənlərin sayı 1 deyil, 2 deyil. Deyirsiniz ki, məcbur edirlər ki, borc xərcə düşsünlər? Bunu özlərindən soruşaq. Bu yuxarıdan başlanmalı, yəni şadlıq saraylarından. Şadlıq saraylarında biraz o verilən yeməklər mi deyim, salatlardır, onlar azaldılmalıdır və qiymətlər bir balaca aşağı getməlidir. Biz də toya gedəndə məsələn məcbur fikirləşməməliyik ki, 100 manat mən bu toya məsələn adımı yazdırmalıyam. Yəni fikirləşməliyik ki, 50 manat olanda toy yiyəsi içində bir köməklik. Yəni ki, bu adət-ənənə keçmişdən qalıb bəyinlərin gəlinə köməklik mənasında. Amma alınır 100 manat, 100 manat belədir deyə şadlıq evinə verilir və
bəylə gəlinə heç bir təbrik olunur, kömək olunur. Mən yəni ki, Sovet vaxtında heç belə toylar vardı ki, çox mehriban, Topalatkada elə bilər, çox mehriban keçir. Mən bir gəlir ki, banklara çox girmək lazımdır. Neçə cürə gətirir, salatlar qoyulur. Hamısı da qalır süfrədə. Nəyə lazım? Yemək olsun qaydası ilə, hər bir şey yerin, öz gözəlliyi ilə. Necə belə ortalab keçirilmək yaxşıdır yəqin ki. Nəyə lazımdır ki, kreditlərə girmək, borca girmək, xərcə girmək, kim nəsə ayaqlaşmaq. Hər kəsən öz yorğanına görə ayağını uzatmalıdır. Belə, görəsən stolun üstünə barmaq belə qoymağa yer saxlamamaq, toyda ağız deyəni qulağın eşitməməsi üçün az qala şou proqram təşkil etməkdirmi xalqımızın el adəti. Yəqin ki, burada başqa məsələ var. O da qonşudan qalma geri prinsipidir. Elə yaşlarımız da indi bu prinsiplə düzənlənir. El arasında belə bir məsəl var. Bu dünyada insana 2 metr kəfən və bir qarış torpaq qalır. Qalmağına qalır. Amma burasındadır ki, bu kəfənlə torpaq ölü sahibinə çox baha başa gəlir. Baba nənələrimizin yəqin ki, heç xəyallarından da keçməzdi ki, nə zamansa yaz süfrəsi də adam başına 15-30 manatdan hesablanacaq. Menyunu da cibə uyğun seçəcəksən. Hələ bu azmış kimi şadlıq sarayı tipli yer götürüb, gəlin bəy kəcavəsinə oxşayan yüksəkliklərdə mərhum və mərhumələrin şəklini də qoyacaqsan. Molla da avazını quru boğazla deyil, mikrofonla kökləyəcək. Bir sözlə, artıq bəzi yas mərasimləri elə təşkil olunur ki, içəri daxil olarkən yasa yox, toya gəldiyini çaş edirsən. Bütün fikirlər qalır tam yeməkdə, gələn yeməklərdə. Orada danışan mollaya, belə deyək də, dini xadimə heç qulaq asan olmur. Yəni ki, danışılsa da onu eşitmək mümkün olmur. Çünki biri suyu istəyir, biri nəyisə çatışmır, salfetka gətirir, nəyə gətirir. Belə bir hadisələr olur, yəni hamımız şahidiyik. Yaz mərasimlərində ümumiyyətlə heç yemək verilməsi düzgün deyil. Yəqin ki, hardasa çay, halva, xurma, hüsü. Düzdür, bizimki millətimizdə bir düşüncəsi belə gəlib ki, yaxşı olmasa sarı-sabı qeybət qırarlar. O mənə görürəm ki, bunu baxında belə bir baxışla getməlidir. Məsələn, belə baxanda obusu adam ki, pulu olmayandır, bunu elə bilmir, fikirləşir ki, mən ölünü fikirləşdim, rəhməti gedən insanı fikirləşdim, yoxsa öz ətrafını necə yola salından olar. İnsanlardan gedir söhbət. Ya qərar qoyulsun, ya verilsin, ya verilməsin. Ona görə burada deyirlər ki, bu küçədə verilməsin. Hələ halva verilsin, göygərtisi nəyi. Bu verir. O biri küçədə xörək verir, deyir, mənim ölüm ondan əşidirlər. Bəli, elə bil ki, insanlar gedirlər, yeyib içməyə gedirlər. Elə ki, bunlar yasa getmir. Gedirlər, imino yeyib içib insanı ziyana salmaqdır bu. O kasıb insan gedir, borc alır, xərc alır, o kreditlə alır, eləyir. Sonra da başlayır, elə bil ki, olubdur belə şey ki, üçündə palatka qalmışdı ortalıqda, pulunu verə bilmirdilər. Söz söhbət olubdur bizim qohumlarımızın arasını istəmirəm adını çəkməyə, olubdur. Düşman olublar ki, bununla görə ki, deyiblər ki, nəyə görə 2 dənə palatka nöşə açmısan, sənin adamın yoxdur. Yəni ki, ziyana düşüblər, var belə. Hazırda toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Elmi Qazilər Şurası və Elmi Dini Şurasının xalqa müraciəti hazırlanıb. Orada bu cür toy və yas mərasimlərinin sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaratdığı, verilən yemək çeşidlərinin ifrat çoxluğunun isə israfa səbəb olduğu vurğulanıb. Tərənə Səmədova qonaqları ilə birlikdə bu məsələni müzakirə edəcək. Hələ bu harasıdır? Müxbirmə buradan halal olsun deyirəm. Azad o qədər dolğun, maraqlı süjet hazırlamışdı ki, mənə danışmağa söz qoymadım. Bilmirəm burada nəyə müzakirə edəcək. Çox ətraflı toxunmuşdu. Sözümüz var, nəyə görə deyim sənə. Danış. Çünki təkcə israfçılıq bizdə ancaq yeməyə deyirik də. Məsələn, ta qədim vaxtlardan, istər Bakı toyları, istər regionlarda olan mərasim yerlərdə, toy yerlərindən mən danışa biləm. Toy yerlərində belə idi, küftə bozbaşı idi, soyutma idi, göyərti idi, pendir idi. Yəni belə bir şey, palatka toyları.
toyları idi. Əsasda Ya halva məsələn. nə bilim toy axşamı idi. Yəni belə bir şeylər oldu. İndi hansısa bir məqamda ondan sonra oldu, nə bilim kebablar verildi. Yəni hissə amma bu gün həddindən artıq son dərəcəyə gətirib çıxartıblar. Sən necə toydan danışırsan, mən ölüm yasdan danışdım. Yox. Toydan danışdın, başa düşdüm. Toydan. Amma bu günləri şadlıq evləri əvvəla menyunu qoyanda 10 formada salatlar yox. Məsələn, qoysa 4 formadasa, onsuz da yer pulu çıxır. Arendasıdır, işıq puludur, nə idi, onsuz da gəlir bir adam çıxır da 25 manata, 30 manata bir adam gəlir çıxır. Bir-birindən geri qalmaq istəmədikləri kimi restoranlar da... Siz təsəvvür edin, adicə bir stəkan su istəyirəm, hə? Suyu süzürlər. Suyu götürdüm, geriyə artıq elə bir ki, əlimi biri qoymalıyım ki, indi mən bura stakan qoyacağım. Elə doldururlar üst-üstə, tarikalar üst-üstə, yəni çox belə bir şey. Hətta mən sizə deyərdim ki, bu ifrat yalnız yeməkdən danışmaq lazım deyil, yeməkdə deyil. Gəlin paltarlarının prakata götürülməyi, dırnaqların düzəldilməyi, nə bilim fontanların atılmağı, hamısı, gəlin maşınları, gəlin maşının üstünün bəzədilməsi. Siz təsəvvür edin ki, normalda bir adam təkcə bəzək, düzək filan şeylərə hardasa 5.000, 6.000 pul gedir. Siz də bu 5.000, 6.000-ə bu adam toyunda eləyər, hələ bir nəsə də verə bilər də övladına. Və gedir üstünə 2 il, 3 il keçir, bunun uşağı da, övladı da olur. Hətta bir də görürsünüz ki, indi İraq olmasa, amma boşanır, qayıdır da, bu adam elə borc qaytarır, toyun borcunu qaytarır. Yəni bunlar var. Təsəvvür edin, nə qədər problemləri var. İstər qız evində, tələblər çoxdur, qız evində tələblər çox olur. Bir gəncin evlənmək istəyi, çox qlobal bir problem. Təsəvvür edin ki, bizdən öncə necə idi? Toya qədər, bəli. Ay sağ ol, bir dənə də başqa bir şey var. Məsələn, əvvəllər tam qədim vaxtda, yəni nənə babalarımızın dövrünü deyək də, bu vaxt elə idi ki, məsələn, evlənmək istəyəndə biri qazan gətirirdi, biri pərdə gətirirdi, biri neysə hədiyyə alırdı, qızıl verirdilər. Amma indi yalnız deyir ki, bu günlər, mən şəxsən bu günə 2 dənə toydayım, hansına gedim? Pulumu elə hazırlayayım ki, ayın 16-sı toydayam. 17-si də toydayam, 18-si də toydayam, hamısını da çatdıra Başa bilim. düşürsünüz, elə hesaplamalıyım, düzdürmü? Amma bir də var ki, biri qızıl apardı, biri nə aparırdı və bununla da evə, həm də ki, qonşular özləri yığılırdılar, özləri dəstək olurdular. Bu günləri elə deyil, hər kəs öz o yeni tikilən binalar kimi idi, ancaq hər kəs öz dəmir qapısının arxasında gizlənib planlar qurur. O biri dəmir qapının arxasında görəsən nələr baş verir, mən ondan daha yaxşı eləməliyəm deyə. Yəni bu çəkişmələr bizi bu dərəcəyə gətirib çıxartır. Amma hər kəs o mehribançılıq qalmayıb insanlarda, soyuqluqdur, sonra yaddaşmadır. Mən bu günləri, məsələn, ta ki, Firuzə xanımdan işim keçəcəkdə, mən onu çağırım toyuma. Amma ki, Təranə mənim qohumumdur, Təranəni neynirəm, işsiz gücsüz adamdır, gələcək, yanında indi yoldaşı olacaq, uşağı olacaq, ifsiva 50 manat pul salacaq. Ancaq otururlar, kim gələcək, nə salacaq və nə qədər pul mən gəlib ziyana salıb gedəcək. Ay sağ ol, bunu düşünürlər. Sayqa xanım və bir şeydən əmələ gəlir, çox üzr istəyirəm qızım, qız toyu. Xına yaxtını tamamilə ayırıblar. Ayrıca məclisdə o, ayrıca xərcdir. Ayrıca xərcdir o. Çox böyük də bir xərci var xına yaxtının. Amma mən ki, bu strukturada böyüdüm, həm səhnədə, həm toyda püxtələşdim. Yəni, qabaq qız toylarını eləyirdilər elə, qız toyunda saat 10-da gəlin gedirdi təzdən, giyinirdi qırmızı paltarı, vağzalı ilə gəlib otururdu stulda və biz onu tərif eləyirdik. Həmin elə pulu alırdıq da biz. Amma indi yox, ayrıca xına yaxtının pulu var. Birbaşa bu özü də bir israfçılıqdır. Kimlərinsə qazanc məbləğinə mane olmaq istəməli, amma həqiqətən də bir balaca çərçivələr qoyulsa, burada bilirsiniz, bir məsələ var. Bunların hamısında 3 hərf var. Pul və tələ. Pul tələsi. Bunun adı belə. Tam toy mövzusunu bitirməmiş buradan Neon restoranının administratoru tam mövzumuza uyğun olaraq Rauf müəllim telefon xəttindədir. Rauf müəllim, eşidirsiniz bizi? Bəli, buyurun Təranə xanım. Salam əleykum. Xoş eşitdik sizi. Dünənləri uzun uzadı söhbət eləmişik. O qədər maraqlı danışmışsınız. Bu günlərin bura studiyamıza gələ bilməsəz də, yəni sizinlə müzakirə eləməsəm, yəni verilişi bitirə bilməzdim. Qulaq asırdınız bayaqdan qonaqlarımızın danışdıqlarına?
sözün düzü o qədər də yox. Yəqin işiniz çoxdur, amma cavab verməyə hazıram. Buyurun. dünənləri xeyli müzakirə elədik. Həqiqətən də yəni çözümünü axtarmağa çalışırıq ki, bu qədər israfçılığın qarşısını almaq üçün nə etməliyik? Siz sırf restoran işindəsiniz. Həqiqətən də hər gün demək olar ki, toy məclisləri var. Hər gün bu İsrafçılığı dediniz ki, yəni siz başqa çözümlərini dediniz. Biz bayaqdan heç müzakirə eləməmişik. Amma qoşulun bir balaca bizə, yəni siz başqa məqamlarına toxunun ki, yəni bu israfçılığın qarşısını almağı biz burada müzakirə edirik, amma siz dünən bəzi məqamlar dediniz, onları qeyd etməyinizi istəyirəm ki, bizdə işləyən insanlar var ki, hansı ki gəlirlər, inanın, yəni kimsəsizdilər. Yəni gəlirlər, heç maaş məndən istəmirlər. Yəni o məqamlara toxunmanızı istəyirəm, mən sizin yerinizə danışmayayım, olar Rauf müəllim? Buyurun. Buyurun, siz danışın, biz də sizi dinləyək. Dünən toxunduğunuz məqamlara istəyirəm, toxunasınız ki, yəni elə bir vəziyyət gəlib alınıbdır ki, toydan sonra o yeməkləri filanları verirlər, əmək haqqı müqabilində o insanlar gəlib çalışırlar. Bir dənə danışın o barədə, yəni biraz bizə qoşulun müzakirəyə, sonra sizə təşəkkür edəcəm. Çox şad oldum sizin səsinizi də eşitdim. Qonaqlarınızı da salamlayıram. Bilirsiniz, biraz uzun mövzudur, çox uzun mövzudur. Bir-iki kəlmə ilə izah eləmək. Təbii ki, bura gəlib iştirak eləsəydiniz daha yaxşı olardı. İnşallah gələn həftələrdə gözləyəcək sizi. Məmnuniyyətlə gələrdim, çox üzr istəyirəm. Sizdən də, orada qonaqlardan da çox üzr istəyirəm. Bilirsiniz, biz menyu tərtib edəndə kütləni nəzərə alırıq. Biz özümüzdən orada uşaqlar gəlib mənə dedilər ki, orada salatların sayını çox deyirlər. Mən qısa formada deyim, heç bilirsiniz, toyun sonunda sifarişçi 5 dənə karoqda, 6 dənə karoqda, bilirsiniz, bizdən nə qədər yeməklər istəyirlər. Özlər çox vaxtı görürsünüz, toy yiyəsini maraqlandırmır, onun qonağı yiyib, çox yiyib, az yiyib, stolların üstünə baxırlar. Stolların üstündə yemək çoxdursa, deməli onlar üçün toy əladır, onların qonağı razı gedir. Və bəzi qonaqlar var ki, heç belə deyək də stolun üstündə zəngin olur. Heç bir şey yemirlər, amma hər şeyə fikir verirlər. Heç bir şeyə, biz kadr arxası bəzi qonaqlara baxırıq, hər şeyə fikir verirlər, çoxuyla bir-birinə deyirlər, filan şey yox deyə. Amma biz baxırıq ki, o diyetadadır, heç nə də yemir. Biz onu tanıyırıq da. Filan şey yox idi, filan şey, yəqin ki, pul yığmaq istəyir. Qonaqlar, əsas məqsəd qonaqların həqiqətən də... Bir faktı deyim sizə, bunu yəqin siz heç yerdə də eşitməmişsiniz. Yəni, haradasa 20 ildən artıqdır, mən restoranda işləyirəm. Yəni, hər halda bir balaca praktikamız var. Hətta o elə olur ki, belə deyək, zalın bir hissəsi başqa menyu olur, o bir hissəsi başqa menyu olur. Hətta belə halda olur. Bəli, oğlan və yaxud da qız tərəfi, misal çəkimdə, ən ucuz menyunu götürür, o biri tərəf gəlir menyunu dəyişir. Amma bir tərəfdən də biraz ağıllı məqamdır. Hər kəs öz yorğanına görə ayağını uzadır. Qız evi yorğanına görə ayağını uzadıbdır. Amma bir dənə də sizə deyim, stolun üstündə 5 cürə salat, 10 cürə salat, o deməkdir ki, qonaq onun hamısını yeməlidir. Kimin ürəyi nə istəyir, o da yeməlidir. Onda yığışdırın o salatları. Bir qısa formada vaxtınızı alıram, yəqin ki, vaxtınızı alıram. Bir qısa formada, orada oturan qonaqlardan da soruşa bilərsiniz. Evlərinə 10 nəfər qonaq girəndə, 10 nəfər qonaq gedəndən sonra stolun üstündə nə qədər yemək qalır? O qədər. Görürsünüz. İndi təsəvvür edin, 500 nəfər durandan sonra nə qədər qalmalıdır? Siz o sualı zəhmət olmasa bizim əziz qonaqlarımıza verin. Təşəkkür edirəm Rauf müəllim. Çox danışmaq olar, çox danışmaq olar. Gəlsəydiniz, lap çox müzakirə edəydik. Daha telefon xəttində bu qədəri bəsdir. Amma yenə də təşəkkür edirəm, vaxtınızı ayırdınız, bizə qoşulduq. İndi isə reklamlara ayrılıq. Reklamlardan sonra studiyada davam edəcəyik müzakirəmizi. Hələ bu harasıdır? Kameraların hamısının ərini çəkir, məni çəkən yoxdur. Özüm kamera tapdım, qarşısına keçdim. Xəzər Mebel evinin baş sponsorluğu ilə verilişimiz hələ bu harasıdır davam edir. Verilişimiz artıq başqa verilişlərin də sloganına çevrilir. Yeri gəlmişkən söz gəlişi deyim. Unutdum sözlərimi. Başqa verilişlər məni dünəndən o qədər həyecanlandırıblar ki, öz sözlərimi də unutdum. Xəzər Mebel salonunun baş sponsorluğu Həsən bəy Zərdabi prospekti 593-cü məhəllədə yerləşir, 3 etaj binasının altında. Daha sonra geyimimə görə təşəkkürümü unutmuşdum. Podium geyim butikinə təşəkkür edəcəm. Buzovna qəsəbəsində yerləşir. Rasim İmanov küçəsi 22-də yerləşir. Şəxsən Əliyə təşəkkür edirəm. Artıq bir yox, 2 dükkanı orada fəaliyyət göstərir. Biri Podium VIP-dir, digəri isə Podium Outlet. Gül Dünyasına təşəkkür eləmək istəyirəm. Yusif Səfərov küçəsi 10-da yerləşir. Cavanşir körpüsünün yanında. Hər gün bizim studiyamıza belə gözəl, təravətli, ətirli, yeni güllər göndərirlər. Təşəkkür edirəm buradan sizə. Bulaş studiyaya təşəkkürüm olacaq. Öz saç düzümə görə də
DJ Narinin də saç düzümünə görə mənə o qədər sözlər gəlir ki, biz gözləmirdik sənin verilişində, yəni qız DJ olsun. Amma hər gün mənə uyğun geyinir, hazırlaşır, həvəslə gəlir, mənlə burada çalışır. Sənə təşəkkür edirəm Nari. Amma eyni zamanda da sənin saç düzümünə görə, İlhamiyə öz saç düzümünə görə də Natiq Cavadova təşəkkür edirəm. Space telekanalı düz üzbəyüzdə yerləşir, Hüseyin Cavid prospekti 15-də. İnformasiya dəstəyimiz, Zəhranı unutmuşdum. Axşam.az saytına təşəkkür edirəm. Mobil telefonlarımızı qeyd edəcəm. Mobil telefonumuzu 050 310 01 63. Öz Instagram səhifəmi Tarana aşağıdan xətt Samiyedova rəylərinizi bildirin. Maraqlı rəy yazsanız oxuyacağım mütləq. Elə olur hamı kimsə kiməsə salam göndərir, hamısını da oxumaq olmur. Verilişimizin vaxtı məhduddur. Facebook səhifəmizi bugündən qeyd ediblər. Hələ bu harasıdır yaza bilərsiniz. Facebookda öz rəylərinizi yaza bilərsiniz. Fikirlərinizi yaza bilərsiniz. Maraqlı şeylər olursa oxuyacağım. Mütləq söz verirəm. Geri qayıtdım sizin yanınızda. Qonaqlarımızdan bir anlıq uzaqlaşdım, qayıtdım. Davam elə sayılır. Mən davam eləmək istəyirəm. Biz səhərdən məsələn verilişin əvvəlindən başlayır, deyirik ki, məsələn menyuda falan şeydir, geyimdə falan şeydir, cehizlərin yığılması, xına yaxdır, bunlar hamısı aydındır. Amma biz hər hamısında kimlərisə, ümumiyyətlə bizdə belə xasiyyət vardır. Biz kimisə qınamağa daha çox hazırıq. Nəyə ki, özümüz. Özümüzü qınamalıyıq da. İlk növbədə mən həmişə düşünürəm ki, öz gözümüzdəki tiri görək, başqasının gözündə çöp axtarmayaq. Əslində bizə qarşı da elə rəftar olunur. Bu sifarişi verən də bizik. İndi reklamlarda sizin əməkdaşlarla da söhbət edirdi. Məsələn, əvvəl vinegret vardı, kök salatı vardı, nə vardı. Nə yaxşı ki, bunlar yığıldı, çünki heç kim onun üzrə baxmırdı. Sadəcə olaraq bunu demək lazım ki, məsələn, adam başı tutaq ki, 30-35 manata, 40 manata toy mərasimləri gedir. 35 manatlıq menü yoxdur. Hələ indi azdır da. Çox azdır. Standart başlayır 45, 50, 55. İnanırsınız? Amma bir dənə şey var. Siz hələ 120 manatlıq, 150 manatlıq menyulardan danışın. Onlar VIP-dirlər. Sən danış, Sayqı, sözümü kəsməyəm, sonra bir şeylərə toxunacağım. Çünki mən nəyi demək istəyirəm? Yaxşı, əgər tutaq ki, 50 manatlıq menyudursa, deməli artıq bunun povrda yetərincə maaş almalıdır, administratoru almalıdır, oranın kommunalisi var, xadiməsi var, xadimə hər dəqiqə orada təmizlik işlərinə baxır, bunun vergisi var, o var, bu var, bu var, bu var, gəlir çıxır hara? Sadəcə olaraq biz özümüz sifarişi az verəndə, biz özümüz sifarişi az edəndə, biz özümüz üçün doğrudan da həqiqətən öz yerimizə danışmalıyıq. Özümüz əgər özümüzü o bəzi şeylərdən məhdudlaşdıranda biz nə borca düşürük. Məsələn, düzdür, indi deyərlər ki, mənə deyərlər, sən lazım deyilsən bizə, təşkilatda bizi ancaq tənqid edirsən. Amma həqiqətən də bir də görsən, mənim özümə sifariş gələndə deyir, bunu da istəyirəm, onu da istəyirəm. Onları qınamaq olmur. Nəyə görə? Çünki ilk birinci, məsələn, övladdır və yaxud da həyatda bircə dəfə olunan bir hadisədir. Bu da gözəl istəyir və hər zamanda mən çalışıram ki, milli nələrsə edim orada və qısa, konkret bir şeylər olsun və məhdud olsun. Çox məhdudlaşdırıram mən hər zaman təşkilatlı işlərdə. Çünki biz ürəyincə olsun, gözəl olsun, yaxşı olsun, həm də ki, maliyyə baxımından az olsun, israfçılığa az yol verək. Bu lazımdır eləmək. Əlbəttə, ən gözəllik elə onun sadəliyidir də. Bayaq Rauf müəllim zəng eləmişdi. Bəli, Rauf. Rauf müəllimin axı sual verdi. Yəni dedi qonaqlar da o sualı cavablandırsın. Biz evimizdə yeməyi pişiririk, özümüz yeyirik. Düzdür, ailə sayıcı və qonaq gələndə onu nəzərə alsaq ki, biraz artıq pişiririk və o yemək bizim evimizdə qalır. Biz onu məmnuniyyətlə səhər yeyirik. Amma restoranda çoxluq olanda artıq o qalır. O həmin məhsulu digər toyda işlətmirlər axı. Olmaz da iş. O olur israfçılıq. İnanırsınız, elə restoranlar var əslində işlədirlər səhərsidə. Amma Rauf müəllim başqa bir məqama toxundu ki, həqiqətən də elə bir işçilər var ki, onlar evə yemək aparırlar və hətta toy yerlərdə var ki, onlar da aparırlar. Mən bayaq ilahətçi qardaşımızla danışdım ki, o çox böyük bir savabdır. Görün, o restoranda işləyənlər, sonra heç aç-susuz qalan insanlar var ki, onlar qapının ağzında, qazanlar əlində girirlər, o yeməkləri aparırlar. O savabdır. Nə olar? Mən ona... Əslində sözünü de, sonra baxıram ki, gərək mən toy mövzusunu ayrıca qoyardım, yas mövzusunu ayrıca. Çünki ikisi bir arada yasa gəlib çıxa bilmirik.
Yəni sizin missiyanızı əlinizdən almaq istəməzdim, amma bir sualım olacaq. Məsələn, qonaqlara da. Bəli, biz bu gün oturmuşuq, qınayırıq, çox yaxşı. Ancaq siz Təranə xanım da, siz Sayqa xanım da, Firuzə xanım da, yəni kifayət qədər xoş günlər olub. Biz də jurnalistlər də iştirak eləmişik falan. Siz özünüz də menyunun məsələn artıqlaması ilə hər bir şey olub stolda. Bilirsiniz necə? Yəni kimsə buna başlamalıdır. Buna da birbaşa dövlət qurumu təsir göstərməlidir. Yəni mən başlasam... Üzdə olan insanlar başlamalıdır ki, mənim fikrimcə. Mən belə düşünürəm ki, yox, yenə də bu dövlət səviyyəsində qərar verilməlidir ki, hər kəs ona riayət eləsin. Biz əzəldən qılınc müsəlmanıyıq. Yox, mən amma elə fikirləşmirəm. Məsələn, niyə qanunvericilikdə hansısa dəyişiklik olunsun sonradan? Hər şeydə, məsələn, üzdə olan insanları düzdür, qınayırıq da, belə də falan da. Amma üzdə olan insanlarda, məsələn, biri belə bir şey eləsə, o necə biri cırıq şalvar giyinib şəhərə çıxdı. Hamı heç o dəbdə olmasa da hamı başladı cırıq şalvar giyinib. Üzdə olan insanlardan da kimsə bunu, mən fikirləşirəm ki, kimsə bunu eləsə... Mənim qızımın doğum günü gəlir. Mən çox məhdud bir menyu təşkil edəcəm ki, hamı da mənə qoşulsun. Bax, mən sizə deyim, biz deyirik ki, qanun verilsin, nə filan. Amma ki, bu axı əvvəllər bizdə məktəbdə necə idi? Forma idi. Bu bir forma deyil ki, hamı o forma ilə yaşasın. Bu mənim öz şad günümdür. Və yaxud da ki, mənim kimisə itirdiyim bir gündür. Onun o əzizimi mən əziz etmək istəyirəm. Buna görə düzdür, mən stolun üstünə banan qoymaya da bilərəm. Və yaxud da ki, nə bilim, neçədən alıb ananas qoymaya da bilərəm. Sadəcə olaraq elə eləməliyəm ki, onlar belə deyək də, ürəklərici olsun. Bu normaldır, bu normaldır. Amma ifrat dərəcəsinə gətirib çıxartmaq lazım deyil. Söhbət ondan gedir. Məsələn, mənə sifariş verilir. Mən gedirəm, çox zaman şadlıq evi, minyonu, hər şeyi danışıram. Minyon danışanda artıq mən demək olar ki, 90% şadlıq evlərinin minyonsundan xəbərim var. Əzbər bilirəm. Onun üçün deyirəm, bax, bu lazım deyil. Və o sifariş verən insanı da anlatmaq istəyirəm ki, bunlar artıqdır. Bunlar çıxsa, sənin cibivə də xeyirdir. Və gələn qonaq da normal bir formada, belə elitli bir formada. Sayqa, quzu kəsərəm. İndi gəl toy mövzusunu bir balaca qırağa qoyaq. Yəni, Oqtay mənim fikirləri, elə ancaq toydan danışdı. Oqtay mənim fikirləri çox maraqlıdır. Süfrənin üzərində bu qədər yemək, filan, yəni düzülməyi Sovet dövründən qaldı. Xristiyan xalqı nümayəndəsi, yəni süfrənin üzərində hətta spirtli içki də qoyur. Yas mərasimi qeyd edəndə. Qeyd edəndə deməzdi, nəsə, yəni anan da öz ölülərini. Amma yəni düşünmürsünüz ki, yəni bu Sovet dövründən bizi elə bil unutturmaq üçün əvvəllər bizim Azərbaycan xalqında belə şey olmayıbdı. Yas mərasimində süfrənin üzərində Kiftə bozbaş idi, parça bozbaş və biraz da belə mütəbər adam aş. Əlbəttə, Sovet Plov. təsiri var. Yerində və əlbəttə toylarımız, yas mərasimlərimizə bu şamil edilməməlidir. Adi, baxaq biz başdaşları, bu yad millətlərdən gəlmədir bizdə. Mən onu sonra verəcəkdim sizə sual. Yaxşı ki, toxundunuz o məqama. Çox küllü miqdarda pul vəsaiti ayrılması, başdaşlarına atılan, bütün bunlar hamısı yaddır bizə. Ümumiyyətlə, biz müsəlman xalqlar, bizim öz mədəniyyətimiz var. Yəni, Azərbaycanın özünün də mədəniyyəti var və İslam mədəniyyəti ilə sintez tapıb bu və əgər biz buna diqqət etsək, çox gözəl bir məsələlər ortaya qoya bilərik biz. Kaş ki, hamımız bunu gündəmə gətirə biləyik, riayət edə biləyik biz. Baxın, İslam bizə, hamımız bilirik ki, israf haramdır, israf olmaz. Quran-ı Kerimdə buyurur, İnnəllâhe lâ yuhibbul musrifin, Allah israf edənləri sevməz. Əvvəl bundan başlayaq ki, yeyin, için, amma israf etməyin. Allah bir orta hədd təyin edirdir. İnsanlar gərək orta həddlə ifrata varmadan, təhridə varmadan öz həyatlarında, yaşayışlarında tənzimləsinlər. Bunun üçün nə dövlət gəlib bizim əlimizdən tutmamalıdır və tuta da bilməz əslində, belə bir qanun da yoxdur ki, gəlsin kiminsə şadlıq sarayında toyda və yaxud yasda əlindən yeməyini alsın, aparsın, versin. Belə bir söhbətlər çıxdı, belə bir söz olub ki, aparıb verib hansısa kimsəsiz evlərinə bulan o cəmatın ehsanı. Belə bir şey olmayıb əslində. Bunlar cəmatın dillərindən düşən bir şayələrdir yayılır. Əslində, dövlət qadağan etmir, heç bir qadağa qoymur, sadəcə tövsiyə edib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən, Qafqaz Müsəlman İdarəsi tərəfindən bəyanat verilir və cəmaata tövsiyə xarakterli bu göstərişlər verilir ki, israf etməyin və bu da insanlar bunu özləri də bilirlər. Amma qadağa yoxdur. İndi məclislərdə mən toylardan xəbərim var, düzdür. Toylarda necə həmin
əvvəlki zəngin süfrə idisə, indi də qalmalıdır. Amma yas mərasimlərində dəyişiklik var. Biraz məhdudiyyət var. Bəli, dəyişikliklər var. Bizim də məqsədimiz buradan. Çünki çox qınanıldı. Ehsan süfrəsi vermir, yemək vermir. Qonaqlarımıza alan gələn qonaqlarını çıxardıb evində təbii ki olmalıdır. Amma kim də istəyir ehsan verir və buna da heç kim qarşı bilməz. Düz istəyirəm, bir məsələ var. Cəmaatda necə deyə bilərsiniz ki, sən ehsan vermə, yemək vermə. Baxın, bir insanın valideyni möhtərəmdir. Əslində öz dünyadan köçən adamları möhtərəmdir. Və bunu boya başa çatdırıb, gətirib dünyaya, bunu oxudub, təlim, tərbiyə verib və cəmiyyət arasında çıxardıb. İndi necə ola bilər, bu insan dünyasını dəyişsin, aparıb atsınlar onu, üzü istəyirəm ifadəyə görə buyulasınlar və gəlsinlər, cəmaata desinlər və salam, heç bir şey olmayacaq falan. Bu da düzgün deyil əslində. Düzgün deyil. Amma orta hədd götürülməlidir. Orta hədd. İsrafa yol verilmədən bu mərasim 3 gün ərzində yerinə yetirilməlidir, təbii ki. Bu cürlə. Mən yenə deyirəm, Əfruzənin mərasimlərində bəli, buyur. görüntülər var. Artıq meyvələr yığışdırılır. Bir məhdudiyyət artıq təşkil olunubdur. Çərçivə alınıb. Amma mən sizin fikrinizə bir yanaşmamı bildirmək istəyərdim. Yaxın bir insanın yas mərasimi idi. Deməli, elə bu yaxında. Məsələn, stolun üstündə mən ananas görəndə inanırsınız, şoka düşdüm ki, yəni bu nə dərəcədə, ümumiyyətlə, məncə yas mərasimlərində süfrənin o dərəcədə zəngin olması şöhrətpərəstlikdir. Sadəcə şöhrətpərəstlikdir. Bu da ki, egoist insanların, nəfsinə hakim ola bilməyən insanların atdığı addımdır. Çox ifrat görsənir, çox kobud görsənir kənardan ki, həqiqətən də olmaz belə bir şey. Bu ölü sənin ölündürsə, hamı başa düşür, hamı gələnlər bir gün getməlidir. Onsuz da o ölü ağ kəfəndən başqa qəbrə heç bir şey aparmayacaq. Və sənin bu açdığın ona cahcalal, süfrə, bərbəzək, o onun nə günahını azaldacaq, nə çoxaldacaq. Yəni, bu insanlara özünü göstərir. Güya mənim acım belədir və yaxud da təzə bir şey çıxıb, cavan bir insanlar öləndə mən bunun toyunu edə bilmədim. Ona görə toyu olmadı. Ona görə yasında musiqi verim, nə bilim, vağzalı səsləndirirlər. O dini baxımdan. Bu nə dərəcədə doğrudur? Mən də görmüşəm, şahid olmuşam. Süfrəni toy süfrəsi kimi bəzirlər, şamlar qoyurlar. Çox maraqlı müzakirəmiz gedir. Hal-hazırda amma reklamlara ayrılaq. Reklamlardan sonra qayıdırıq yeni studiyamıza müzakirəmizi davam etməyə. Xəzər Mebel evinin baş sponsorluğu ilə reklamlardan geri döndük studiyamıza. Sponsorlarımızı qeyd edim. Xəzər Mebel salonu Həsən bəy Zərdabi prospekti 593-cü məhəllədə yerləşir. 3 daj binasının altında yerləşir. Səhv eləmirəmsə, elə Kasabela Mebel evinə yaxın olmalıdır. Bir-birinə yaxın yerləşirlər. Daha gedib, yəni bugün biraz fərqli mebel göndəriblər Xəzər Mebel evindən bizə. Yəqin ki, bəzəndiniz tam klassik dizaynda. Bu cür klassik mebellər əldə etmək istəyirsinizsə, Xəzər Mebel evinə təşrif buyura bilərsiniz. Öz evinizə uyğun bu cür klassik mebellər seçib, bəyənib ala bilərsiniz. Daha sonra Podium Game Butikine təşəkkür edəcəm. Buzovna qəsəbəsində yerləşir. Rasim İvanov küçəsi 22-də. Əlimdəki bu pələng formasında, pələng rəngli geyimi bəyənirsinizsə, gedib oradan əldə edə bilərsiniz. Bulaş Studio təşəkkür edəcəm. Hüseyin Cavit prospekti 15-də yerləşir. Düz Space telekanalı ilə üzbəyüzdə yerləşir. Natiq Cavadova xüsusi təşəkkürlərim var və İlhamə xanıma təşəkkür edirəm. 050-329-8502 nömrəsindən zəng edib saçınızı gedib bu cür gözəl düzəltdirə bilərsiniz. Daha sonra təşəkkürüm informasiya dəstəyimizə görə axşam.az saytınadır. Zəhranı öpürəm buradan. Gül Dünyasına təşəkkür edirəm bu cür gözəl çiçəklərə görə. Studiyamıza hər gün bəziyirlər. Təşəkkür edirəm. Qonaqlarımıza bəzək düzək güllərlə gələn bir veriliş həsr edəcəm. Ancaq sənin saçdan tutmuş ayağa qədər güllərlə bəzəsinlər, gəl oturur burada. Təşəkkür edirəm, çox sağ olun. Yəni olsa da, olmasa da əsas odur ki, Natiqə təşəkkürümü bildirdin. Əlbəttə ki, 15 ildir mən Natiqi ruslar demişkən izminiyyət eləmirəm. Yalnız o mənim saçımla məşğuldur. Sayqı xanım çox peşəkar jurnalisti hiss edir ki, verilişimiz sona çatır, artıq təşəkkürlərini bildirir. Qonaqlarımızın hər birinə təşəkkür edirəm, gəldiniz. Çox maraqlı müzakirə elədik. Düşünürəm ki, tamaşaçılar da özləri üçün bir nəticə çıxartdılar. Həqiqətən də yəni biz onları nəyəsə birbaşa məcbur etməyə çalışmırıq, amma
hər halda bir nəticə çıxardıq, bir qənaətə gələk ki, müəyyən qənaətə gəlirik ki, məhdudiyyətlər qoyaq, bu qədər israfçılığa yol verməyək. Həqiqətən də hamı da bir-birindən ayaqlaşa biləcək o zaman. Yəni heç kim bir borca girməyəcək, heç kim bir banka girməyəcək. Əfruzə Amin inşallah. Əfruzə buyur, təşəkkür edirəm. Sən öz son sözlərini bildir. Sayqa xanım, mikrofonum elə bərk-bərk tutub ki, təşəkkür edirəm sizə Təranə xanım. Verilişiniz çox uğurludur, çox, amma heyf ki, vaxtı azdır. Elə mövzunu başlayırıq danışmağa, elə reklamlarımız çoxdur, verilişimiz çox baxımlıdır. Oktay müəllim, sizə təşəkkür edirəm, əziyyət çəkdiniz, gəldiniz, çox maraqlı müzakirə apardıq. Firuzə xanım, siz isə dəvət edirəm, gəlin mahnınızı oxuyun, biz də burada sevə-sevə dinləyək. Oynamalıdırsa oynayaq, oynamalı deyilsə dinləyək. Təşəkkür edirəm. Hülyanı çoxlu-çoxlu öpərsiniz. زخمی تر است همیشه از درد دل سپردم سرخورده بودم از عشق در انتظار مردم زخمی تر است همیشه از درد دل سپردم سرخورده بودم از عشق در انتظار مردم با قامتی شکسته از گل بار غربت در جستجوی مرهم راهی شدم زیارت رفتم برای گریه رفتم برای فریاد مرهم مراد من بود تا به تو را به من داد مثل کهربایی هر ذره از دل من با حاصله زدی من هیچیه شکسته از تو گرفته پیوند تکیه گاه صدای فریاد ای اسم تازه من که به تو را به من داد تکیه گاه گریه ای هم صدای فریاد ای اسم